Bu videoda sizə iHerb-dən sifariş etdiyiniz dərman və ya vitamin məhsullarını gömrükdə necə bəyan edə bilərsiniz onu göstərəcəm, yəni Smart Custom-da. iHerb-dən məhsulu sifariş etdikdən bir gün sonra sizə belə bir SMS gəlir. Həmin bu SMS-də bildirilir ki, Smart Custom-da bəyan etmək vacibdir. Bundan ötürü Smart Custom-a daxil olursunuz. Smart Custom-a daxil olduqdan sonra sol hissədə olan elektron ticarət sadələşdirilmiş bəyannamə bölməsinə keçid edirsiniz. Açılan bu səhifədə bəyan edilməmişlər bölməsinə daxil olub, daha sonra bəyan et butonuna klik edirsiniz və ekranın ən aşağı hissəsində olan mobil nömrə yerinə Smart Custom-da qeydiyyatdan keçdiyiniz öz telefon nömrənizi yazırsınız. Bu mərhələdə heç bir dəyişiklik etmədən irəli butonuna klik edirsiniz. Daha sonra əlavə et butonunda təsdiq edib, ən yuxarı hissədən malın daxil olduğu əsas qrupu seçirsiniz. Mən buradan qida əlavələri və dərmanı seçirəm. Daha sonra alt qrupu isə həmin qida əlavələrinin çeşidlərini göstərir. Məsələn, vitaminlər bölməsini mən buradan seçirəm. 3-cü xanada ümumi invoice qiyməti bölməsinə sifariş etdiyiniz məhsulların qiymətini yazırsınız. Valyuta bölməsində isə fərqi yoxdur. Əgər qeyd etdiyiniz məbləğ AZN-lədirsə, buradan AZN-i seçirsiniz. Yox, əgər dollarla qeyd etmisinizsə, ABŞ dollarını seçə bilərsiniz. Daha sonra irəli butonuna klik edib, aşağı hissədən həmin bu seçimi təsdiq edib, əməliyyatı yekunlaşdırırsınız. Və onu da qeyd edim ki, bir neçə məhsulu eyni anda sifariş etmisinizsə, sizə göndərilən bəyannamə ümumi bütün məhsullara aid edilir. Burada göstərilən məbləği birbaşa invoice qiymətinə yaza bilərsiniz. Invoice qiymətinə yazılan məbləğə kargo qiyməti daxil deyil. Əgər səhvən kargo qiymətini yazmısınızsa, onun da heç bir problemi yoxdur.